Belki de neçə ildən sonra ilk dəfədir ki, Ramazan və Novruz bayramı bir araya düşür və bu bəlkə də biz insanlar üçün iki qat məsuliyyət deməkdir əslində. Çünki biz Azərbaycanlılar bayram süfrəsini rəngarəng etməyi çox sevirik, təamlardan zövq almağı çox sevirik, amma bu sonradan bizə geri dönən çox belə dispeptik əlamətlər, səhhət pozğunluğu, həzm pozğunluğu və digər bir sıra problemlərlə üzləşdirir. O yüzden də diqqət edəcəyimiz məqamlar çoxdur. Məsələn, aydın məsələdir ki, Ramazan ayı boyunca metabolizm biraz ləngimişdi. Çünki insanlar az yeməklə məhdudlaşdırırdılar. Porsiya kiçilmişdi, daha bir sağlam şəklə keçmişdilər və bunun ardınca həmən bayram süfrəsində metabolizmamız ləngimiş orqanizmaya çox böyük yük olacaqdır ki, bu da sındırım sistemi, yəni həzm sistemində əngəlliklər yarada bilər və təsadüfi deyil ki, bayramdan sonra meteorizm, köp, bir sıra problemlərlə üzləşir. İnsanların şəkər faizi yüksələ bilir, təzyiq yüksələ bilir. Bütün bunlardan qaçmaq üçün biz hissəli qidalama proqramına keçid etməyə məsləhət görürəm. Bu nədir? Bu, birincisi Novruz bayramından toqquşan şirniyyat yükünü azaltmaq deməkdir. Aydın məsələdir ki, biz həm çalışacağıq ki, çox isti yeməklər, ətli, yağlı yeməklər olsun və eyni zamanda Novruza xarakterik axı bişdişlər hazırlanıb, anlayıram bunu. Amma bunu da məhz bayram süfrəsində hamısını eyni arada rəngarəng bir məqamda qoymağımız düzgündür.